Xərçəngləri mart ayında nələr gözləyir? Xərçəng bürclərinin Venus, Merkurin retrosu Qız bürcündə, ay tutulması, Qoç bürcündə günəş tutulması, Neptunun Qoç bürcünə keçidi. Bu hadisələrin hamısı Xərçəng bürcünü belə deyim də titrəşmə, yenilənməyə səbəb olacaq. Yəni elə bir vəziyyət olacaq ki, hansısa bir məqamda siz bu ay ayılacaqsınız ki, mən heç nəyi düzgün formada aparmıram, heç nəyi düzgün formada gücləndirmirəm deyə. Ona görə bacardığınız qədər bu ay oturun, belə deyim də, hər şeyi planlaşdırın, hər şeyi düşüncə, fikirlərdə aktivləşdirməyə çalışın. Çünki bu gedişat sizin istədiyiniz gedişat deyil. Bu gedişatda sizin enerjiləriniz özünüzün düşmüş bir vəziyyəti var. Amma birinci həftədə Venusun retrosu kişisel dəyər, topluluq üzərində aktivləşmə, topluluq üzərində idarə, söz haqlarının aktivləşməsinə səbəb olacaq. Yəni bu ay istədiyiniz, belə deyim də, sizə istədiyiniz mühitdən öz gücünüzü, öz aktivləşmənizi yeniləyə bilərsiniz. Sadəcə burada özünüzə qarşı düzgün formada yanaşmalar məni biraz narahat edir. Sanki özünüzə qarşı çox da güclü bir formada yanaşmırsınız. Özünüzə qarşı yarımçıq yanaşmalar var və ani qərarları bu ay qəti almaq zamanı deyil. Sadəcə olaraq yavaş-yavaş addımlarla, balaca-balaca addımların bu ay ərzində özünüzü yenidən günəş kimi ortaya çıxarda bilərsiniz. İkinci həftədə Merkurin retrosu 14 martdan 6 aprelə qədər davam edəcəyinə görə burada səyahət, yer dəyişmə, mühit dəyişmə qətiyyən bu ay onun zamanı deyil. Çünki Merkurinin retrosu bizi keçmişdən gələcəyə doğru dəngəsizliyə salacaq, elə bir portala salacaq. Xərçənglər sizə aiddir, bizi deyəndə sizi deyirəm. Xərçənglər sanki sizi portala salacaq. Yəni atdığınız gələcəyə doğru yer dəyişmə, şəhər dəyişmə, iş dəyişmə, mühit dəyişmə, bu retron vəziyyət. Təzədən həmin çarxı yenidən yaşaya bilərsiniz. Yəni gedib köhnə qayıtdığınız bir vəziyyətə qayıda bilərsiniz. Çünki bu retro vəziyyətində yenilənmə zamanı deyil. Sadəcə yaxın ətrafınızı bu ay belə deyim də danışıq olaraq, fikir olaraq, düşüncə olaraq həm cəzb etməlisiniz, həm də əlvizə almalısınız. Problemləriniz bu ay xərçənglər çox olmayacaq. Çünki beyin daxili probleminiz həddən artıq çoxdur. Özünüzə qarşı narazıçılıq həddən artıq çoxdur. Özünüzü tənbihləmə, özünüzü başqalarına müqayisə etməniz həddən artıq çoxdur. Bu isə normal deyil. 14 martdan Qız bürcünün ay tutulması olacaq. Qız bürcündə ay tutulması olacaq və bu xərçənglərin baş, burun,